Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xidməti ərazisi olan Bərdə şəhərində fəaliyyət göstərən ictimai yaşayış obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirmə məqsədi ilə monitorinqlər keçirilir. Monitorinqlərin keçirilməsində əsas məqsəd insanların həyat və sağlamlığına təhlükə yarada biləcək ictimai yaşayış obyektlərində istifadə olunan texniki istismar qaydalarına cavab verməyən sıxlaşdırılmış qaz balonlarının istifadəsinin qarşısının alınmasıdır. Bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdiriləcəkdir. Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən Respublika ərazisində keçirilən yanğın təhlükəsizliyi tələblərinin icrası ilə bağlı keçirilən monitorinqlərin davamı olaraq Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xidməti ərazisi olan Bərdə şəhərində ictimai yaşayış obyektlərində monitorinqlər keçirilir. Bu monitorinqlər maarifləndirici xarakter daşıyır və tərəfimizdən keçirilən monitorinqlər zamanı ictimai yaşayış obyektlərində insanların həyatına təhlükə yarada biləcək və texniki istismar qaydalarına cavab verməyən sıxlaşdırılmış qaz balonlarının istifadə olunması aşkar edilir. Bu aşkar edilmiş qaz balonları obyekt sahibləri tərəfindən kənarlaşdırılır və tərəfimizdən maarifləndirici söhbətlər aparılaraq gələcəkdə bu cür halların təkrar baş verərsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görüləcəkdir. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Gülbahar Ülkər, Aran TV, Bərdə.